Aparıcı Mətanət Əlverdiyevanın adından və onun rəhbərlik etdiyi Xəzər Axşamı verilişinin adından istifadə edilərək dələduzluq cəhdinin edildiyi məlum olub. Bu barədə aparıcı verilişin canlı yayımında özü açıqlama verərək baş verən hadisənin təfərrüatlarını danışıb. Mətanət Əlverdiyevanın sözlərinə görə hadisə bugün baş verib, belə ki, onun yaxın rəfiqələrindən biri aparıcıya zəng edərək tanışı olan bir müğənni ilə bağlı məlumat verib. Həmin müğənniyə güya Xəzər Axşamı verilişindən zəng edildiyi və proqramda qonaq olacağı bildirilib. Lakin zəng edən şəxs özünü verilişin prodüseri kimi təqdim edərək müğənnidən kart hesabına 200 manat pul köçürməsini tələb edib. Aparıcı bildirib ki, bu məlumatı eşidən kimi dərhal vəziyyətdən şübhələnib. Mən öz proqramıma kimlərin dəvət olunduğunu çox yaxşı bilirəm. Rəfiqəm bu hadisəni danışan kimi qıcıqlandım. Çünki əmin idim ki, bizim əməkdaşlarımız belə bir addım ata bilməz. Bu açıq-aşkar dələduzluq cəhdidir. Mətanət Əlverdiyeva həmin şəxsin nömrəsini istədiyini və məsələni dərhal araşdırdığını deyib. Araşdırma nəticəsində məlum olub ki, zəng edən şəxs nə verilişin prodüseridir, nə də Xəzər Axşamı ilə hər hansı əlaqəsi var. Aparıcı bu kimi halların bir müddət əvvəl də baş verdiyini, lakin son zamanlar səngidiyini vurğulayıb. O, dələduzluq edənlərə sərt reaksiya verərək bildirib ki, bu cür əməllərlə nə varlanmaq, nə də kimisə aldatmaq mümkündür. Bu 200 manatla nə varlı olacaqsınız, nə də ki kasıb. Amma sizin ikiyüzlü olduğunuz üzə çıxır. İnsanların adından illərlə zəhmət çəkib qurduğumuz verilişin adından istifadə etmək çox ayıbdır. Sonda Mətanət Əlverdiyeva sənət adamlarını və tamaşaçıları diqqətli olmağa çağırıb yalnız rəsmi əlaqə vasitələrinə və birbaşa veriliş heyətinə etibar etməyi tövsiyə edib. Aparıcı qeyd edib ki, bu cür hallarla bağlı hüquqi addımların atılması da istisna deyil.